Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bu günləri biz sizinlə perlova, arpa plovu hazırlayırıq. Əvvəlcədən pörtülmüş toyuq hissələrini yağa atıb yaxşıca qızardırıq. Toyuqlar qızardıqdan sonra bir baş böyük soğanı doğrayıb həmin yağda qızardırıq. Bir yer kükünü sürtkəcdən keçirib soğanın üstünə əlavə edirik. Əvvəlcədən isladılmış 1 stakan yarım perlova arpanı tavaya əlavə edirik. Qızardılmış toyuq hissələrini də onun üzərinə əlavə edirik. Ədəvalardan duz, istiot və toyuq bulyonunu üstünə çıxana qədər töküb, tavanın ağzını örtüb qoyuruq vamodda bişməyə. Tam suyu çəkilib, dəmə düşənə qədər 1-2 dəfə qarışdırırıq. Yeməyimiz hazırdır. Nuş olsun. Kanalımıza abunə olub, videonu bəyənməyi unutmayın.